Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə Pink Wallet proyektini göstərəcəm. Dostlar, Pink Wallet nədir? Əvvəlcə gəlin bunu sizlərə qısaca izah edeyim. Pink Wallet kripto və ənənəvi bank xidmətlərini birləşdirən vahid maliyyə platformasıdır. İstifadəçilər bu tətbiq vasitəsilə həm kripto, həm də fiat pulları, məsələn dollar və evro kimi eyni yerdə idarə edə bilərlər. Platforma kriptonun fiata çevrilməsi, yəni kripto pullarının həqiqi pullara çevrilməsi, beynəlxalq pul köçürmələrini və xarici bank hesabı açmağı asanlaşdırır. Bunu videonun irəliləyən dəqiqələrində sizə daha ətraflı göstərəcəm. Necə biz bu platformada xarici bank hesabı aça bilərik. Bu ödənişlidir bu arada, bunu da bildirim. Qısaca desək, Pink Wallet, bank plus kripto cüzdan plus ödəniş sistemi kimi işləyir və xüsusilə freelancerlər, onlayn işləyən və kripto istifadəçiləri üçün nəzərdə tutulmuş bir proyektdir. Hal-hazırda saytın içərisində bu PinkSale platforması və xüsusiyyətləri bizlər üçün yazılıb. Gəlin bunu Azərbaycan dilinə çevirək və qısaca proyekti incələyək. Daha sonra sizlərə telefondan necə bank hesabı aça bilərsiniz, yəni bunların öz proqramlarından necə hesab aça bilərsiniz, bunu ətraflı sizlərə göstərəcəm. Asan kripto alışı, ani mübadilə, beynəlxalq pul köçürmələri, xarici hesab açmaq, bütün hesabları dəstəkləyir, birbaşa kriptovalyuta xərcləri, xarici ticarət üçün qlobal kolleksiya infrastrukturu. Burada 2000-dən çox kriptovalyutanı dəstəkləyir. Və burada da tez-tez verilən suallar var. Gəlin digər bölmələrə baxaq. Kriptovalyuta, C2C alışı. Bu bölmələri biz məhz proqramdan eləyə bilərik. Telefon proqramından həm iPhone-da, həm də iOS-da mövcuddur. Pink Wallet yazan kimi elə ən üstə çıxır. Həmçinin trading də eləyə bilərik bu platformada. Həm kriptovalyutanın tradingini, həm də səhmlərin tradingini eləyə bilərik. Buradan bank hesabı var. Hal-hazırda bizdən qeydiyyat istəyir. Mən artıq telefonda hesaba girmişəm. Buna görə də kompüterdə hesabdan atır. Sadəcə bir yerdə hesaba giriş eləyə bilərsiniz. Bunu da unutmayın. Burada qısaca öz belə deyim bank hesabları ilə bağlı məlumatlar, özəlliklərini falan yazıblar. App Innova tıkladıqda bizi yenidən proqrama yönləndirəcək. Gəlin indi isə videonun geri qalan hissəsinə telefondan davam eləyək və sizlərə daha ətraflı necə bank hesabı aça bilərsiniz, bunu da göstərəcəm. Dostlar, hal-hazırda proqrama keçid etdim. Proqramı yükləmək və qeydiyyatdan keçmək çox sadədir. Sadəcə bir dənə e-posta adresini yazsaz kifayətdir. Daha sonra həmin e-posta adresinə kod gedəcək və o kodu yazdıqdan sonra qeydiyyatınız tamamlanır. Qeydiyyatdan keçdikdən sonra bu bölüm bizləri qarşılayır. Buradan öz balansımıza baxa bilərik. Depozit bölməsindən balansımızı artıra bilərik. Həm P2P hesablar arası, həm Pink Wallet transferi, həm də on-chain depozit deyərək biz kripto ilə buradan balansımızı artıra bilərik. Withdraw bölməsindən də həmçinin eyni seçimləri eləyə bilərik. Yəni pul çəkmələri, transferdən pul göndəririk, My Reward'dan ödüllərimizə, History bölməsindən də öz tarixçəmizə baxa bilərik. Bura bank hesabı bu ən vacib hissədir. Bunu sizlərə ətraflı demo hesabda sürətli bir şəkildə göstərəcəm. Buradan stok bölməsindən səhmlərin ticarətinə baxa bilərik. Digər bölümdən exchange eləyirik, öz kriptovalyutamızı pul ilə və yaxud da pulumuzu kriptovalyuta ilə dəyişirik. Bu da home bölməsi ana bölümdür. Bu bank hesabı, bu bank kartı bizlər üçün nəyə lazımdır? Gəlin bunu da sizlərə qısaca deyim. Pink Wallet kartının qısa faydaları: kripto ilə birbaşa ödəniş, yəni kriptonu əvvəlcən satmadan istifadə edə bilərsən. Dünya üzərində keçərlidir. Visa olduğu üçün hər yerdə işləyir. Avtomatik çevrilmə, kripto ödəniş zamanı dərhal fiat pula çevrilir. Yəni bu da nədir? Tutaq ki, biz bu kart ilə marketdə alış-veriş eləyirik, ancaq kartda sadəcə kriptovalyuta Bitcoin var. Yəni bu
zaman bizim ağlımıza sual gələ bilər ki, Bitcoin ilə necə ödəmə eləyəcəyik? Biz məhz ödənişə kliklədikdə, yəni kartımızı post terminala yaxınlaşdırdıqda bunu saniyələr içərisində avtomatik olaraq kartın özü oradakı Bitcoin'i pula çevirəcək və ödənişimizi tamamlayacaq. Bank plus kripto birlikdə həm adi pulunu, həm də kriptonu eyni kartda istifadə edirsən. Bu kartda onlayn və mağaza ödənişlərində də həmçinin istənilən saytlar və post terminallarda keçərlidir. Qısaca desək, Pink Wallet kartı kriptonu adi bank kartı kimi rahat xərcləməyə imkan yaradır. İndi isə gəlin bu kartı necə əldə eləyə bilərik? Bunu sizlərə qısaca göstərəcəm. Hal-hazırda sizlərə bir demo video göstərəcəm. Bu videoda necə bu bank kartını aça bilərik, bunu göstərir. Burada həm şəxsi hesabı, həm də şirkət hesabı aça bilərik. Burada 3 dənə belə deyim seçim var. Biri Amerika bankları üçün, biri Avropa, biri də İngiltərə bankları üçündür. Bunun üçünü də birdən seçə bilərik. Toplam 120 dollar elədi. 20 dollar da fi ücreti var, sərf eləmirəmsə. Burada kartla bağlı bizləri məlumatlar qarşılayacaq. Nə qədər limiti var, hansı ölkələrdə, nə eləyə bilərik, bunlar yazılıb. Pul çəkmə limitləri falan. Birazdan videonu irəliyə də atacağım. Burada 60 dollar toplam fi tutdu dostlar, hər kart üçün. Yəni burada toplam 3 dənə belə deyim bank kartını birləşdirdi. Necə ödəniş eləmək istəyirsinizsə onu seçirsiniz. Daha sonra ödəniş növləri bizləri qarşılayır. Buradan kupon kod da daxil eləyə bilərsiniz. Burada yazılan kupon kod da daxil oluna bilər. Biraz irəliyə ataq. Burada kupon kodunu daxil eləyir. Daha sonra öz belə deyim adresini falan buraya yazır. Burada bizdən istənilən məlumatları daha sonra kartdakı aylıq belə deyim limitləri falan təxmini seçir. Aylıq məsələn nə qədər limiti olacaqsa, nə qədər yatırım eləyəcəksə bunları seçir. Daha sonra ölkəni seçir və ölkəni seçdikdən sonra özü ilə bağlı məlumatları yazacaq. Ad, soyad, adres falan bunlar yazılmalıdır. Həmçinin şəxsiyyət vəsiqəsi də təsdiq olunur. Sürətli bir şəkildə göstərirəm. Və son olaraq da pasportun şəkli istənilir. Yəni burada nə istənilir onu da yəni ətraflı olaraq yazılıb. Yəni istəniləni biz bura yerləşdirməliyik. Ən sonunda da baxaq nə istəyir. Videonu biraz da irəliyə atacağım. Ən sonunda səhv etməyəmsə biz adresimizin doğruluğunu hansısa bir sənədin şəkli ilə təsdiqləyirik. Və 3-7 iş günü ərzində bu belə deyim kart hazır olacaq və adresə göndərilir. Yəni dostlar, qısaca desək ki, mən xarici bank hesabı, xarici bank kartı lazımdırsa, bu şəxslər məhz bu proyekti istifadə eləyə bilər və həmin bu kartdan satın ala bilər. Sadəcə kart kimi deyil, həm də bank hesabı kimi istifadə olunur. Həm də yəni bildiyimiz normal plastik kart olaraq əlimizə gələcək və bu kartı normal gündəlik həyatda çox rahat bir şəkildə istənilən mağazada istifadə eləyə bilərik. Həmçinin xaricdən tez-tez pul gələnlər, kimə ki xaricdən pul göndərirlər, bunlar rahat bir şəkildə bu bank hesabını istifadə eləyə bilərlər. Çünki həmin bank hesabının içərisində öz dolları, evro və ya digər pul vahidlərimizi kriptovalyutaya çevirərək ölkəmizdə də rahat bir şəkildə istifadə eləyə bilərik və çıxarta bilərik. Başqa hansısa bir sualınız olsa videonun altında yazıb soruşa bilərsiniz. Başqa videolarda görüşərik. Sağ olun.